Necə Yəhudilər gəldilər Yəsrib şəhərinə, Peyğəmbəri güya gözləyirdilər, amma Peyğəmbərə qarşı qiyam etdilər. Hədəfləri balaca idi. Peyğəmbəri özü üçün istəyirdilər, özünü Peyğəmbər üçün istəmirdilər. Bir şeyin aşığı olmaqla istəmək arasında fərq var. Mən bu gülü istəyirəm, xoşum gəlir bundan, bunu dərirəm özüm üçün. Amma mən buna aşıqəmsə özümü ona fəda edirəm. Əlbəttə xoşu gəlmək kifayət eləmir valla. Əgər belə olsa mən İmam Hüseyni özüm üçün istəyirəm, dəvət edirəm Kufəyə, mənafeyimə zidd olanda vurub öldürür. Özü üçün istəməyi budur. Mən bu güldən xoşum gəlir. Mənim əhl-i-beytdən xoşum gəlir. Özüm üçün istəyirəm, gülü dərirəm. Amma mən buna aşiq olsam, qoymaram buna bir milçək qonsun. Mən bunun aşığıyam, fədasıyam, pərvanəsiyam, ətrafına dolanıram. Qoymuram heç kim öz uşağım da əl qoysun buna. Bir ləçəyin qoparsın. Bizim dinlə münasibətimiz bu cür olmalı, bu cür tərbiyə etməliyik. Bu balaca hədəfdir, böyük hədəfdir. Bu tərbiyə istəyir, istəmir.